Amir, sabahın xeyir denən. Sabahın xeyir denən. Sabahınız xeyir. Gözəl insanlar, gözəl izləyicilər. Necəsiniz? Ümidvaram, hər şey qaydasındadır. Deyilsə də inşallah qaydasında olar. Bu günləri bir bazar səhərinə oyanmışıq və gedirik səhər yeməyi yeməyə. Çalışırıq ki, hər həftədə olmasa, ən azından bazar günlərini səhər yeməyinə gedək. Çünki səhər yeməyi bildiyiniz kimi həm maraqlı olur, həm belə söhbətlər falan maraqlı olur. Arif bəyi də görürəm. Arif bəy, necəsiniz? Vlogdayım. Bəli, necəsiniz? Yaxşı. Nə var, nə yox? Yaxşı. Mən bu balaca ilə tanış ola bilərəm. Olar bilərsiniz. Salam əleykum. O deyəsə oyanmayıb hələ. Necəsiz? Şükür abi, sağ olsun, necə? Qaydasında salamatçılıqdır. Nəş belə tez çıxmışsınız? Səhər yeməyi. Dərdən. Adı ilə çıxmışıq səhər. Gəlsə. Gəl gedək. Mən uşaqlarından əmana gələm. Hə, laf heç nə, ged şimdi o. Görüşərək çox xoş oldu. Müğayət ol, danışarıq inşallah. Vloga da sağ ol deyə bilərsən. Hə, dediyim kimi, səhər yeməyinə gedirik, çalışdığımız qədər səhər yeməklərində getməyə çalışırıq. Həmişə də olmasa dediyim kimi. Belə. Elnari xanım da buradadır. Lucy də buradadır. Amir də buradadır. Səhər yeməyi üçün çox vaxt cook-shop'a gedirik. Cook-shop'da səhər yeməyi çox yaxşıdır. Çünki şefi türk şefidir deyə türklərin bilirsiniz ki, səhər yeməkləri çox fərqli olur. Ona görə də biz seçimimizi çox vaxt cook-shop'dan yana edirik. Targov da hal-hazırda bomboşdur. O qədər ləzzətlidir ki, o qədər maraqlıdır. Bomboş, heç kim yoxdur. Çox gözəldir. Amirçik, necəsən? Səhər probka da yox, maşınlar çox az. İstirahət eləmək həqiqətən də budur. Gedək də Amirçik, gedək. Yox, bura. Orada heç nə yoxdur. Buna bax, rulu çöndərir ki, bu tərəfə. Park deyil axı ora. Amir, gücünə baxırsan. Və gəldik sevimli məkanımıza. Turk Shop. Uşaq masanız var. Super. Ayda, mən elə bilirdim yoxdur. Amma olmağı möhtəşəm bir şey oldu. Və gəldik, çıxdıq Turk Shop'a. İndi bir qonağımız olacaq, Loğman bəy. Ona görə Loğman bəy də gələcək indi birazdan. Dediyinə görə bir 15-20 dəqiqə gələcək. Devam ediyoruz. Qardaşım özü üçün takılıyor. Bu stoldan o stola, o stoldan bu stola. Amir də acıb, çünki səhər saat 7-də uyanıb yuxudan. 7-də uyanıb, biraz səhər yeməyinə gələcək deyə az bir şey yezdirmişdik. Pendir falan yemişdi. İndi də gəlib səhər yeməyinə görək nə yer. Ailə, mən qayğanaq deyim də onu da Amir yeyə bilsin deyə. Dostum, menyuda setdəki glazokdur da deyəsən. Onu qayğanaq eləyin də. Amma denən ki, şefə, uşaqdır, çox yağ eləməsin də, az yağda pişirsin. Sifarişimizi verdik, indi də gözləyirik, gəlsin. Amir, bax, şərt kəsirik, otur, sakit. Əgər bu günləri özünü sakit, ağıllı aparsan, kanalın %49% ortaq eləyəcəm sənə. Yaxşı? Özünü sakit aparsan, ağıllı aparsan, insanlar baxır da, insanlar görsün ki, ayda necə ağıllı oğlan var. Gör, necə ağıllı oğlandır bu, maşallah, maşallah. Necə sakit oturur. Əmsi görsən necə sakit oturur. Heç yerindən tərpənmir, heç nəyə əl vurmur. Heç nəyə əl vurmur. Ağıllı sakit oturur. Gözür yeməyi gəlsin, baba yesin, hə? Salam əleykum. Salam elə. Yo, salam elə. Eləmədə. Eləmədə. Salam əleykum. Salam əleykum. Yaxşı. Bu masadan əyləşə bilərsiniz, soldan əyləşə bilərsiniz. Ay, yemə.
Vurma. Bəs mən burada bu qədər söz danışdım Amir. Dedim ağıllı oğlansan. Yaxşı. Bəh. Hə. Yo bu sən bu yeməkdir, bu vava deyil. Vava deyil bu. İndi vava gələcək yeyəsən. Mənim çay içir. Vava istəyir. Yemək istəyir açmış. Və qonağımız da gəldi. Xoş gəldi, səfa gətirdi. Qonaq çağırmışıq, amma şot bu verəcək. Nətər olur bilməm. Niyə boynuna qoydun? Necəsiz? Sadəcə qoyduğum düşünür. Necəsiz Loğman bəy? Sən necəsən? Yaxşı. Qaydasındadır hər şey. Qaydasındadır. Vlogumuza baxsan, Baxıram. like qoyursan. Buradan Yo. like eləməyənlər deyirik. Bunu umuruq. Biz heç kəsi qınamırıq, amma like eləsələr yaxşı. Yaxşı olur. Sənə omlet deyərik. Amir müəllim də özü üçün burada kartoşkasından zadından yeyir. Digər. Kartoşka frisindən zaddan yeyir. Oy. Maşallah. Nə qədər gözəl yeyir, maşallah. Deməli, Amir buradan yeyir. Buradan da Amir bəzən elə olur ki, yemədiklərini yerə atır. Yerə atır, orada da Lucy yeyir. Yəni ki, heç nə itkiyə getmir də. Hər şey, onu atdı yerə. İndi Lucy müəllim də orada əridəcək onu. Əritdi. Qarışqalar gəziyor. Sıfır atıqda konkret olaraq. Deməli, səhər məyimizi yedik. Amir müəllim hələ də doymuyor. Amir evdən baxırıq. Amir müəllim hal-hazırda ancaq çiyələk yeməklə məşğuldur. Amələ. Çiyələyin nə təbii, ona bax. Səhər yeməyinin nəyini sevirəm? Elə bil ki, saat 9-dan oturursan, gün orada 2-yə kimi süfrədə yemək olur. O sözü tutarmır. Həm söhbət edirsən, həm də ki, yəni yemək süfrədə qalır. Bayaq fikirləşdim ki, gözəl təsbihimi video versinlər deyəsən. Bu uşaq ömür boyu mən şeyləndə, aşağılayım bu dedində. Linçliyim. Elə oldu da məncə yox. Mən təsdiqlədim ki, hədiz deyirsən. Həmişə deyir o sözü. Həmişə deyirəm. Erişsən canında danış da eliş də. Danış da eliş də. Amir çiyələk istəyir, çiyələk yox. Yox da Amir. Qutardı. O afisanta baxır ki, çiyələyim qutardı. Nə oldu? Çiyələk qutardı. Bəs deməsin, çox ye, çox yemək olmaz. Buradan da çıxıb istəyirik ki, bir dənə soyuq bir kofe elə biləm gedər, hə? 4 stəkan çayın üstündə. Soyuq getməz. Biraz gəzək, sonra bir dənə qəşəng soyuq kofe. Videonun bura kimi də baxmışsa, da demirəm özünü biz. Asla bir dənə talçıya çıxar.
Biz də bayaqdan deyirik ki, bu Amir niyə rulu bu tərəfə çöndər? Sən demə burada şəlalə var imiş. Uşaq da şəlaləni görmək istəyirmiş. Ona görə VSB-ti fırladırmış ki, bura gələk. Bu gün də Amirlə qəşəng gəzdik. Amir də özünü çox ağıllı apardı, sağ olsun. Amir? Dedim ki, bayaq demişdim ki, deməli, videoda Amir, əgər özünü ağıllı aparsan, kanalın 49%-ni verəcəm sənə də. Amir də özünü ağıllı apardı, sağ olsun. Amir, bundan sonra artıq kanalın 49% səndir. Deyirəm nə maraqlıdır, Loğma? Deyirəm nə maraqlıdır, bax, indi sizə bir dənə hekayə danışım da. Bax, indi hal-hazırda Amir yanımdadır, həm də Amir oradan bizə baxır. Bəlkə də Amir hal-hazırda 15 yaşındadır orada, 20 yaşındadır. Yəni, biz qocalmışıq, amma Amir bizə baxır oradan. Çox maraqlı xatirədir. 5 saat yox, harada 25 saat sonra. Baxır oradan ki, ata ilə ya. Mən gör nə qəşəng maraqlı vaxtlar keçirmişəm. Soska ağzımda belə eləyirdim. Hə? Nəysə, bir videonun daha sonuna gəldik. Sağ olun videonu izlədiyiniz üçün. Gələn videolarda görüşərik. Yenə Amir sağ ol eləsin. Sağ ol. Amir sağ ol elə, sağ ol. Nəysə, sağ olun, qolum yoruldu da. Hələlik.